və fəxri fərmanları təqdim etmək üçün rayon icra hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədovu səhnəyə dəvət edirik. Svetlana Bağırova. Və ilk dəfə olaraq mətbuatın yaranmasının 150-lik medalı təsis edilib Möhtərəm Prezidentin sərəncamı və qəhrəman tərtərin də vətənpərvər, veteran, belə deyək, çətin vaxtlarda işləmiş, jurnalist kimi fəaliyyət göstərmiş və bizim, və burada əyləşənlər yəqin ki, yalan danışmaq olmaz, şəhid kitabımızın ərsəyə gəlməsində əməyi olan Svetlana Bağırova 150-lik medali ilə tərtib edilir. Təbrik edək Svetlana xanımla, və gələcəkdə bu medalları, ya bu ikinci medalında mən tərəfindən üçüncü. Gülə gül verməzlər, adətlərində. Biz də Svetlana xanımı ürəkdən təbrik edirik, can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik.